Salam əziz dostlar, bilirəm son vaxtlar dörd gözlə səhifəmdə mənim izləyicilərim gözləyir ki, görək Afət Fərman qızı bu məsələyə haqqımda gedən bu böhtan söyüş qarayaxma kampaniyasına nə fikir bildirəcək? Açığım deyim ki, heç belə gözləmirdim. Behi yığıb yığışdıra bilmirəm. Bu bunun burası. Və mən görün hansı akullalarla vuruşub qalib gələn Afət Fərman qızıyam. Mən bu işdə özümü tam sizə tanıtmışam. Yəni bu aksiyomadır. Bunu görmüsünüz. Bu müzakirə olunmur. Qalib gəlmişəm, bəli. İndi gəldik bu son vaxtlar olan məni oralardan, buralardan, haralardan söydürürlər. Görün uğur qazanan kimi söymürlər ki. Yəni bu qoçaqlıq deyil. Özdəki mən niyə reaksiya vermədim? Bunun səbəbini deyəcəm ilk öncə. Elə bilin ki, mən bunu belə bənzədəcəm də. Elə bilin ki, mən Rolls Royce ilə gedirəm. Lap elə Qalinvagenimlə gedirəm. Birdən bir dənə zapı gəlir və belə maşınımın qabağında zmeykalayır. Nə bilim, neyniyərsiniz? Mən qoşulum bu zapıya və yaxud elə bir şir oturub, pələng oturub, dovşan gəlir, təpəsindən aşağı şiri söyür gedir. Bax, toçunu budur, vəziyyət budur. Ona görə də mənim qabağıma çıxan Ferrari ilə çıxsın, Lamborghini ilə çıxsın. Heç olmasa Range Rover ilə çıxsın, zapı ilə çıxmasın. Mən zapıya nə cavab verim? Nə cavab verim? Sizin gözünüzdən düşərəm. Bunların da fikri budur ki, mən cavab verim, gözünüzdən düşüm. 40 günə 35 toy yazmışam, bəli. Bunları əlimdən çıxsın. İndi isə axıra qədər davamına qulaq asın. Xoruzun quyruğu göründü. Bu şey təkcə show biznesdə mənim başıma gətirilmir ki, bunların özünüz baxın da görün kimlər söylür. Sadəcə olaraq burada diqqəti bir şeyə yönəldəcəm. Hər zaman olduğu kimi yenə də bütün müğənnilər söylür, ağzı əyri göz çaş əyri qılça heç vaxt söylmür. Gəlin bunun araşdıraq tərcümə halını. Dədə falçı, qardaşlar narkotika ilə türmədə, qız pozğun, oğul falçı, özü də bir konçinli adam. Yəni bu niyə söylmür? Hansı belə müsbət keyfiyyətlərinə görə? Heç bir, yəni bu adam konçinli bir adam. Adama sual verirlər. Səni niyə söymürlər? Çünki sən söydürürsən. Deməli bu ölkə daxilində bizi ki söydürürdü müxtəlif yerlərdən. Gördü ki, aidiyyatı qurumlar mənim şikayətim əsasında bu məsələyə reaksiya verdilər və söyüş dayandı. Özünüz də görürsünüz, söyüşlər dayandı. Həmən keçdilər aidiyyatı qurumlara üzümü tutub deyirəm ki, Avropaya. Görün kimlərlə əlaqə qururlar bunlar. Məndə olan məlumata görə bizi bu gün artıq Avropadan söylürlər. Bu adam qanmır ki, mənzərə ortadadır. Yəni bunu görməyən kör olmalıdır ki, yəni görməsin. Yəni mən kifayət qədər ağıllı insanam. Mən baxıram ki, o adamın Afət nəyinə lazımdır. Heç yoxsuna gəlməz ki, dursun Afəti söysün. Deməli, xoruzun quyruğu göründü. O vaxtı da yenə bizi söydürürlər. Biz deyəndə ki, mən, digər sənət yoldaşlarım, mən bu barədə gözümün şahidi oldum. Əlimdə tutarlı faktlarla aidiyyatı qurumlara şikayət etdim. Nəysə, həmin vaxtı dayandırıldı, yoluna qoyuldu. Həmin adamlar dəvət aldı aidiyyatı yerlərə. Yəni bildirdilər ki, indi gedişatı mən burada danışmayacağam, nə bildirdilər. Əsas odur ki, həmin vaxtı dayanmışdı. Deməli ki, iş də onu göstərir ki, düşündüyüm düz imiş, ehtimallarım. İndi isə dostlar, bu şeyləri mənə sual verirsiniz ki, Afət xanım biz sizi sevirik, qəti siz narahat olmayın. Dostlar, bir lafa baxaram, bir lafı deyənə. Mən görün hansı akullalarla vuruşmuşam və qalib çıxmışam. Mən ondan sonra indi mənə deyirsiniz, cavab niyə vermirsən? Mən nə cavab verim? Mən o boyda akulla ilə vuruşub qalib olan Afət Fərman qızı durum o boyda o işi ayaqlar altına alım. Olmaz mənə. Və mənim sənət bir yoldaşım vardı Moskvada, özü biləcək kimi deyirəm. Mənə dedi ki, mən çox böyük səhv elədim, filan kəsin söyüşünə söyüşlə cavab verdim. Bütün toylarım əlimdən çıxdı. Mənim o söz həmişə beynimdə idi ki, heç vaxtı söyüş söyən adama qoşulub onun səviyyəsinə düşmək olmaz. Çünki bir 35 toy yazmışam bir 40 günə. Onlar əlimdən çıxsa, mənim üçün ən pis hadisə o olar. Baxıb görürəm ki, indi mən verəcəm məhkəməyə, bu adam heç vəkil tutmağa pul taplayacaq. Hələ qalmışdı digər şeylər. Ona görə də bu məsələlərə mən çox ciddi yanaşmıram. Qeyri-ciddi məsələlərdə hamının ağzı var. Buradan sonda onu deyirəm ki, məni söydürən, ağzı əyri göz çaş əyri qılça, bir də dədəsiz birlikdən butulka yığan bu show biznesə gələn gədə. Deyirəm ki, o məni söydürdüyün söyüşlər sizin nəslinizə, kökünüzə, ölünüzə, dirinizə. Gedin. Bu qədər bəsit.